Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün asan və tez başa gələn, çox dadlı, ağızda əriyən, yumşaq mutaki hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. İlk öncə nə edirəm? 3 stəkan un götürmüşəm. Üzərinə biraz duz əlavə etdim. Qeyd edim ki, stəkan ölçümüz 200 ml-dir. 140 qram yağı da una bulayaraq rəndədən keçirdib unumuzu əlavə edirəm. Qeyd edim ki, yağımız soyuq halda olmalıdır ki, rəndədən rahatlıqla keçə bilsin. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Yağımızı da rəndədən keçirtdim və unumuzu ummaç halına gətirirəm. Artıq umacımız hazırdır. Üzərinə 2 ədəd yumurtanın sarısını əlavə edirəm. Ağını isə içlik üçün saxlayacağam. Yumurtanın sarısını əlavə etdim xəmirimizə. Üzərinə 2 yemək qaşığı şəkər tozu əlavə edirəm. 2 yemək qaşığı qatıq əlavə edirəm. Sizdə əgər xama varsa, bunu xama ilə də əvəz edə bilərsiniz. 1 çay qaşığı kabartma tozu əlavə edirəm. 2 yemək qaşığı da qaymaq əlavə edib xəmirimizi yoğururam. Bərk bir xəmir yoğuracağam. Xəmirimiz artıq hazır oldu. Bunu paketə qoyub soyuducuda saxlayıram 15-20 dəqiqə. Bunu soyuducuda saxlayana qədər içliyimizi hazırlayıram. Yumurtanın ağını gördüyünüz kimi qarışdırıram. Qeyd edim ki, 3 ədəd yumurtanın ağıdır. 2 ədəd xəmirə qatmışdım. 1 ədəd də əlavə etdim ki, biraz çox olsun. Üzərində məndə hazır ləpə var, şəkər tozlu qarışıqlı. Bunu əlavə edəcəm. İçliyimizi də artıq hazırladım. Keçirik şirniyyatımızı hazırlamağa. Xəmirimizi soyuducudan çıxartdım və bunu 2 yerə bölürəm. Kündələrimiz də artıq hazır oldu. Keçirəm bunları yaymağa.
Xəmirimizi yaydım və bunu kəsirəm. Gördüyünüz kimi xəmirimizi də kəsdim. Hazırladığım içlikdən içərisinə əlavə edirəm. Və gördüyünüz formada bunu bükürəm. Bunun içərisinə siz istəsəz cem də qoya bilərsiniz. Çox dadlı olur. Gördüyünüz kimi möhtəşəm oldu. Hamısını eyni qayda ilə edirəm. Bu da bizim mutakilərimiz hazır oldu. Bunu soba listinə düzürəm. İkinci xəmirimizi də eyni qayda ilə yayıram. Artıq mutakilərimiz hamısı hazır oldu. Bunu sobada 170 dərəcədə pişirirəm. Artıq mutakilərimiz bişdi, hazır oldu. Üzərinə pudra şəkəri əlavə edirəm. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Dediyim kimi, asan və tez başa gələn, çox dadlı, yumşaq, ağızda əriyən mutakilərimiz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın.